Qızılın qiymətinin 2026-cı ilin sonuna qədər 1 unsiya üçün 5000 dollara yüksələcəyi proqnozlaşdırılır. Yenavaz.com xəbər verir ki, bu barədə Bank of America'nın analitikləri məlumat yayıb. Bildirilir ki, hazırda qiymətli metalın spot qiyməti tarixdə ilk dəfə 4100 dolları ötərək yeni rekord müəyyən edib. Ekspertlər qeyd edirlər ki, ABŞ və Çin arasında ticarət gərginliyinin artması, xüsusilə də ABŞ prezidenti Donald Trump'ın Çin mallarına əlavə 100% idxal tarifləri tətbiq etmək təhdidləri investorları təhlükəsiz sığınacaq sayılan qızıla yönəldib. Eyni zamanda ABŞ federal ehtiyat sistemi faiz dərəcələrini aşağı salmaqda davam edir. Bu amil faiz gəliri gətirməyən qızılı investorlar üçün daha cəlbedicidir. Hazırda Fedin əsas faiz dərəcəsi 4,25% aralığındadır və ilin sonuna qədər azalma gözlənilir. Bank of America'nın hesabatında bildirilir ki, 2026-cı il ərzində qızılın orta qiyməti 4400 dollar səviyyəsində olacaq. Lakin ilin sonuna qədər 5000 dollara qədər artım mümkündür. Analitiklər həmçinin investor tələbinin təxminən 14% yüksələcəyini proqnozlaşdırırlar. Digər iri maliyyə qurumları da proqnozlarını yeniləyiblər. Goldman Sachs qızılın 2026-cı ilin sonuna qədər 4900 dollara, Commerzbank 4200 dollara, Deutsche Bank isə 4300 dollara qədər bahalaşacağını gözləyir. Ekspertlərin fikrincə, qlobal siyasi və iqtisadi qeyri-sabitlik şəraitində qızılın yaxın illərdə də əsas investisiya aləti kimi önəmi artmaqda davam edəcək.